Bismillahirrahmanirrahim. Allahumma salli ala Muhammedin və ali Muhammed. Uşaq dünyaya gələndə uşaqla bağlı hansı vəzifələrimiz var? İslam dinimiz hər şeyə diqqətlidir. Və bizə verilən suallardan biri də bundan ibarətdir ki, uşaq dünyaya gəldikdən sonra bizim vəzifəmiz nədir? Nə etməliyik? Hansı savabları etməliyik? İslam dini bununla bağlı dediyi tövsiyələri alimlərimizin kitablarından diqqətinizə çatdırıram. Birinci, anadan olan günün qədrini bilib Allaha şükr etmək. Valideyn sevinməlidir ki, Allah ona övlad payı vermişdir. Oğuldur, qızdır, bunun üçün narahat olmasın. Bəziləri qız istəyir, bəziləri oğlan istəyir, bəziləri başqa şey düşünür, övladla bağlı, gələcəklə bağlı, amma bütün bunların hamısında Allahın verdiyinə şükr eləmək lazımdır. Əhl-i Beyt imamlarımız, Allahın salamı olsun onlara övlad xəbəri verəndə birinci soruşmazdı, deyin oğlandır, qızdır. Soruşardı, sağlamdır, normaldır. Deyəndə bəli, şükür Allaha övlad sağlam, kamil formadadır. İmam deyərdi, indi deyin, istəyir, oğlandır ya qızdır. Ona görə də Allaha şükr etmək lazımdır. Hətta alimlər buyururlar ki, ad günü İslamda xüsusi olaraq ad gün keçirmək vurğulanmasa da, tövsiyə olunmasa da, amma Allaha şükr etmək baxımından ki, Allah məni yoxdan var elədi, Allah məni insan kimi bu dünyaya gətirdi, həmin günü Allaha şükr olaraq ad gün keçirmək, Allaha şükr etmək bəyənilən haldır. Bu baxımdan da ad gün keçirməyin özü həqiqətdə Allahın insana verdiyi ən böyük nemət ki var, o nemətin özünü qeyd etmək kimi hesab oluna bilər. Nədir o nemət? Allahın məni var etməyi, bu dünyaya sağ-salamat gətirməyi. Peyğəmbər Həzrət Əleyhisselamdan soruşur, Allah Taala'nın sənə verdiyi birinci nemət nədir? İmam Əleyhisselam cavabında belə deyir, Allah Taala'nın mənə verdiyi birinci nemət budur ki, məni yaratdı bir halda ki, mən xatırlanası bir şey deyildim. Yox idim, heç yada düşmür, yox idim. Nə xatırlası, olmayan şeydən nə danışılmalıdır ki? Yox idim, Allah məni var elədi. Bu hədisdən alimlər nəticə alıblar ki, Allahın insana verdiyi ən birinci nemət onun yaradılış nemətidir və onun şükrünü etmək lazımdır valideynlərə də. Sonradan böyələndə də insan öz ad gününü qeyd eləmək istəsə, Allaha şükr olsun deyə halal formada öz ad gününü qeyd eləyə bilər. 2. Qusul vermək. Bəli, qusul vermək bizim dinimizdə forması var. O formada müstəhəbdir. Yəni, niyyət olunmalıdır. Uşağa anadan olandan sonra müstəhəb bir qusul veririk. Niyyət qürbət qəsdi ilə. 2. Həmçinin də baş sağ-sol olmalıdır. Sırf uşağı çimizdirmək, yumaq başqa bir şeydir. İslamın dediyi qusul başqadır. Necə ki, başqa dinlərdə də var. Eşitmişsiniz, xristiyanlarda dünyaya gələn uşağı xüsusi formada aparırlar, kilsədə yuyurlar. Bizdə xüsusi bir forma yoxdur, onu harasa aparmaq lazım deyil, amma qürbət qəsdi ilə niyyət eləmək lazımdır. Yeni gələn uşağa müstəhəb bir qusulu verirəm, qürbətdən ilallah baş sağ-sol formasında uşağa verilməlidir. Və bu qusulun özündə əlbəttə çalışın, uşağa zərər olmasın. Həkimlərin tövsiyəsi ola bilər, uşağa su vurmaq hələ tezdir, olmaz, qusulu gecikdirmək olar. Amma həkimlər problem olduğunu deməsələr, qusulu vermək müstəhəbdir. Və bu uşaq anadan olandan baş verir və bu barədə 2-3 gündə gecikdirməyin heç bir eybi yoxdur. Hətta Rey Şəhri, Allah rəhmət eləsin, öz kitabında qeyd edilib ki, bəzi alimlər bunu hətta vacib biliblər. 3. Qulağına azan və iqamə demək. Çox təkid olunmuş müstəhəblərdəndir. Uşaq bu dünyaya gələndə, dünyaya gələn kimi bu işi görmək lazımdır, tez. Üstündən neçə günlər keçəndən sonra etmək olar. Amma bunun ən yaxşı forması uşaq dünyaya gələn kimi buyurublar, göbəyi kəsiləndə, yaxud da ki, elə ilk uşağın səsi çıxanda, dünyaya gəldi, ilk səsi ki, qışqırmağa başladı, həmin vaxtında sağ qulağına azan, sol qulağına isə iqamə deyilməlidir. Azan iqamənin formasını daha bilirsiniz, bilməyənlər müraciət edə bilər və uşağın bu dünyada, bu göstərişlə alimlər, araşdırmasılar deyirlər ki, uşaq bu dünyada ilk eşitdiyi zehnində, yaddaşında həkk olur, araşdırmalara əsasən və onun da Allahın, Peyğəmbərin gözəl adlarını eşitmək uşağın gələcəyində, talihində çox böyük bir təsir buraxır. 4. Uşağa bu dünyadan ilk dadızdırılan şey Kərbəla türbəti olsun. Ana südündən də qabaq, müasir yeməklərdən qabaq valideynlər müstəhəbdir. Yaxşı olar ki, uşağa Kərbəla türbətini versinlər. Hədislərimizə əsasən Kərbəla türbəti İmam Hüseyn yada düşəndə ədalət, zülmə qarşı mübarizə, haqqı müdafiə etmək, bunlar uşağın gələcəyinə daha da belə bir ruhiyyədə böyüməyinə təsir göstərir mənəvi cəhətdən. Biz mənəviyyatdan danışırıq, xurafatdan danışmırıq.
Bəzi hədislərimizdə var ki, yağış suyu da verə bilərsiniz, ilıq su da verə bilərsiniz, xurma, bal və Fərat çayının suyundan. Bəzi alimlər buyururlar ki, bunları bir yerdə qarışdırıb, hamısını bir yerdə uşağa vermək yaxşı olardı. Deməli, bundan da başa düşülür ki, uşağın bu dünyaya gələndə ilk yediklərinin gələcəyə, onun həyatına, sağlamlığına, hər şeyinə təsiri vardır. 5. Uşağa yaxşı ad qoymaq. Ad məsələsi bizim dinimizdə çox təkid olunmuşdur. Valideynin uşağın boyunda olan haqlarından biri də budur ki, ona yaxşı ad qoysun. Elə bir ad qoyun ki, uşaq böyüyəndə o addan xəcalət çəkməsin, utanmasın, ona kimsə məsxirə edib lağlağa etməsin. Və Əhl-i Beyt imamlarımız da bizə tapşırıblar ki, gözəl adlar seçin. Əleyhissalam. O adlar ki var, uşağın gələcəyinə təsir göstərəcək, o adlara diqqət eləmək lazımdır. Hansı adı seçirsinizsə seçin. Amma İslamın tövsiyə etdiyi adlar Allaha bəndəlik bildirən adlar yaxşıdır. Əbdülrahim, Əbdülxaliq, Əbdülrəhman, Allaha bəndə olmağı xatırladan adlar yaxşıdır. Peyğəmbərlərin adı yaxşıdır. Əhl-i Beyt imamlarımızın adı yaxşıdır. Xanımlardan da xanım Fatimə-i Zəhra salamlayha və Məryəm və digər adlar Xədicə, digər adlar çox tövsiyə olunmuşdur. Xüsusi olaraq Peyğəmbərin adı. Hətta dinimizdə vardır ki, kitablarımızda birinin 4 oğlan uşağı ola, birinin adını Peyğəmbərin adı qoymaya, bu bəyənilmir, bu düzgün deyil. 4 oğul uşağın ola, heç olmasa birin Peyğəmbərin mübarək adını qoyasan, Allahın salamı olsun ona və Əhl-i Beytinə. O cümlədən uşaq dünyaya gəlməmiş ad qoyun, bəli, hətta ana bətnində olan uşaqlara da belə ad qoymaq yaxşı olardı. Oğlan uşağına, oğlan qız uşağına qoyur, amma cinsi bilinmirsə 2 ad qoymağın eybi yoxdur. Sonra dünyaya gələndə o dəqiqləşəcəkdir və uşağın özünün adını sonradan dəyişməklə bağlı sual verirlər. Bununla da bağlı var ki, təbərrük üçün, bərəkət üçün oğlan uşağı dünyaya gəlirsə, adını başqa ad qoymaq istəyirsinizsə, yaxşı olar 7 gün adını Peyğəmbərin adını qoyun təbərrük üçün. Sonra 7 gündən sonra istəsəniz qalar, istəsəniz dəyişə bilərsiniz. Heç olmasa 7 gün Peyğəmbərin adı o uşağa səslənsin. Bu qədər təkid olunmuşdur. Muhammed, Əli, Fatimə, Həsən, Hüseyn, Allahın salamı olsun onlara bu adları qoymaq çox təkid olunmuşdur. Amma bəyənilməyən adlar Şahab, Həriq, Həriq yəni yandıran, Hubab, Kəlb, üzr istəyirəm dönə-dönə, it, Fərrar, qaçan, hərb, müharibə, zalım ki, zalım. Bu adlar ki var, şər və insanları incidən adlardır, bəyənilmir, bunları qoymayın. Özünü insana təkəbbür gətirən, insanı özündən çıxardan, onu ücbə təkəbbürə aparan adlar bəyənilmir. Xüsusən fal vura bilərlər. Mümkün də elə bir ad qoyulsun ki, onun adı gələndə insanlarda bir pis, məsələn, bədbəxt adı. Yaxud da mübarək adı, insanlar bundan pis fal vura bilərlər, bunlar da bəyənilmir. Və son, Allahın adlarını qoymaq qadağandır. Quddus, Həkəm, Xaliq, Allahla bağlı sifətləri qoymaq bəndələrə qadağandır. Xüsusən bu adlar. Bu adlar ki var, Quddus, Həkəm, Xaliq. Yaxşı olar ki, əbd qoyasınız. Amma digər adlardan qoymağın ziyanı yoxdur. 6. Başı qırxmaq. Savabdır 7-ci gün. Uşağın başı qırxılsın, həm qız, həm oğlan. Onun miqdarında, ölçüsü miqdarında qızıl, yaxud da gümüş sədaqə verilsin. Bu əməl müstəhəbdir həm qız uşağı üçün, həm də oğlan uşağı üçün. 7. Əqiqə qurbanı çox təkid olunmuşdur. Uşaq dünyaya gələndə qurban kəsmək lazımdır. Onun adı əqiqə qurbanı adlanır. Və bu barədə bir neçə məsələni diqqətdə saxlayın. 1. Çox təkid olunmuş məsələdir. Hətta bəzi müştəhidlər bunu vacib biliblər. 2. Yaxşıdır oğlan uşağı üçün erkək, qız uşağı üçün dişi qoyun seçilsin. 3. Əqiqə kəsilən zaman 7-ci gün olsun. İmkan olmasa sonra təxirə salmaq olar. Hətta ata-ana etməmişdirsə, uşaq özü böyələndən sonra da yadınıza düşsə, o qədər təkid olunub, özünüz üçün bu qurbanı kəsin, bəlalardan qorunmaqda çox rolu vardır və 2 yolu var. Qurban kəsilir, möminlərin arasında, kasıb möminlərin arasında paylansın, yaxud da yemək bişirilsin və yemək veriləndə, ət göndəriləndə onlardan istəyin ki, uşağınız üçün dua etsinlər. Uşaq üçün dua etsinlər. Və möminləri dəvət etmək, süfrə əyləşdirmək, uşaq üçün dua istəmək lazımdır. O cümlədən də axırıncısı müstəhəbdir ki, bu əqiqə qurbanının sümükləri sındırılmasın. Onu oynaqlardan ayırasınız və onun bir budunu uşağı tutan qabiləyə, yaxud da ki, sadə dillə desək, mamana, uşağın dünyaya gəlməsinə kömək edən qadına göndərilməlidir. Ata-anası ondan yeməsin və babaları da yeməsə daha yaxşıdır. Onların ailəsini yemək məkruhdur, bəyənilmir.
qohumlar yeməsin, xüsusilə anasının yeməsi çox məkruhdur. Deyilmişdir ki, yeməsin. Atasının ailəsi də ki, babalar da hesab olunur, yeməsinlər. Və bir də dua vardır ki, yaxşı olar, kitablarda müraciət edə bilərsiniz. Həmin qurban kəsiləndə o dua oxunsun. Son, sünnət. Oğlan uşaqlarından bağlı 7-ci gün müstəhəbdir ki, sünnət olunsun. Əlbəttə, həkimlərin məsləhətlərinə qulaq asın. Bəzən uşaqlara təzə anada olan kimi 7-ci gün məsləhət olmur. Əgər uşaqlıqda olmasa, yetkinlik yaşına çatandan sonra insan özünə vacib olur ki, bu işi görsün və bu vacibdir, onu da təxir etmək düzgün deyildir və o cümlədən də uşaq sünnət olunanda xətnə dillər, müstəhəb dua var, onu da oxumaq çox yaxşıdır. Allahın verib Peyğəmbər və onun pak əhl-i beytinə Allah təala bizi övladlarımızın qədrini bilənlərdən, onları yaxşı tərbiyələnlərdən qərar versin, övladı olmayanlara da övlad nəsib eləsin.